Hər gün qəbul imtahanına düşmüş 5 sual izah edirəm. 3-cü günün 2-ci sualına sizlərlə bir yerdə baxaq. Blokdan asılmış cismin kütləsi m bərabərdir 6 kiloqramdır. İpin sərbəst ucu yuxarı yönəlmiş 4 metr bölək saniyə kvadrat təcilli hərəkətdir. Baxın, ipin sərbəst ucu qeyd olunub və təcil də 4. Hansı ki? Yükün çəkisi neçə newton var? Bizdən yükün çəkisini istəyir. Baxın, fikir versəniz, bu blok tərpənən blokdur. Tərpənən blokda mən qeyd etmişdim ki, ipə aid olan kəmiyyətlərlə yükə aid olan kəmiyyətləri ayırt etmək lazımdır. Yükün çəkisini istəyirsə, biz bilirik ki, P yük artıq burada bərabər olacaq. M vurulsun J üstə gələk A-ya. Niyə üstə gələk A yazdım? Çünki təcil gördüyümüz kimi yuxarıyadır. Aha, amma mən burada A ip yerinə A yük yazmalıyam. Hansı ki, yükün çəkisi olduğundan burada yükün təcili olmalıdır. Amma şərtdə verilən mənə ipin təcilidir, ipin sərbəst ucunun təcilidir. Və biz bilirik ki, burada tərpənən blok qüvvədə 2 dəfə qazanc əldə etdiyindən artıq burada A ip bərabər olacaq 2 vurulsun A yükə. Buradan A yükü tapsaq, olacaq A ip bölək 2. İpin sərbəst ucunun təcili 4-dür. Onda 4-ü 2-yə böləndə alacağıq 2. Gətirək indi burada yerinə yazaq. Kütləmiz M6-dır. Vuraq J10, üstə gəlinsin. A yük də 2-dir. Aha. 6 vuraq 12, bu da bizə verəcək 72.